Dədələr, axşamınız xeyir. Mən də kresloda oturaram, mən də saçqa götürərəm, bir dənə içində tütün dolduram, belə vilka ilə zaten vildi fazonu vilkalardan. Danışaram, sizin də vaxtınızı alaram və nəticədə heç bir şey öyrənməzsiniz. Amma biz dürüy eləmirik, biz işləyirik, əlimizin qabiliyyətini göstəririk və qəlyanda sizə heç kimin öyrətmədiyi şeyləri mən öyrədirəm. Bax, bunu bilin. Bir dənə bunun yanında vaxtda çox müştərilərim yazır. Yuyulmuş qalyanda, bizdə yuyulmamış qalyan gec-gec tapılır. Müştəri yaxalanmışdı bu. Şeyə diqqət eləmək lazımdır. Nəyə görə bunu göstərirəm? Çox müştərilərim yazır mənə bununla bağlı. Elə ay belə çəngəllə açar. İndi hər qalyanda fərqli olur da bu abrotkaları. Bax, bu abrotkaların içinə gün keçdikcə kir yığılır. Nə qədər də təmizləsən, bu sökülüb təmizlənməlidir. Bunun üçün belə şotkalar var. Başını yəyim sənə. Bu başını sən əyərsən ay bibi. Ləyağını versin ləyəğı. Şampunlu suya batırsan, içini qəşəng bax bunun şampunlu suyu ilə belə sürtürsən, abrotkaların yerini tərtəmiz edirsən. Mikrofon birində saat taxaq, danış ürək sözlərini de. Mən özüm deyirəm, bax gördünüz də bu bizdəndir. Çox müştərilərim yazır ki, mənə bəs abrotka riski verdi, tutulmuşdu, bərk bastığı açıldı, qalyana su çıxdı, nə bilim nə. Bunu eləməsəniz, bax elə problemlər olur, yaşanır. Qalyana güclü təzyiq versən, su qalxır, çıxır çaşqaya. Ona görə vaxtında qardaş yuyun geçsin də bunları. Nəticədə bu boğaz yandırır, nəticədə bu belə deyim, qalyanın çəkiminə, qalyan istirahətinizə mane olur.